Bugün qibdə etdiyiniz, həsəd apardığınız o insanların sabah nə hala düşəcəyini bilirsiniz? İmam Əli əleyhissalam dünyanın məhv olası bir saray adlandırır. Zaman elə bir kamandır ki, onun ölüm və xəstəlik oxları heç vaxt boşa çıxmaz. O ox dilini qəbrə, sağlamı xəstəliyə doğru sürükləyir. İnsanın ən böyük bədbəxtliyi isə yeməyəcəyi bir şeyi hazırlaması və heç vaxt yaşayamayacağı möhtəşəm evlər tikməsidir. Sonra nə baş verir? İnsan yığdığı malı və tikdiyi binanı özü ilə apara bilmədən boş əllərlə əbədi həsrətə doğru köçür. Bugün var dövlətinə qibdə edilən şəxsə sabah acınacaqlı halına görə rəhm edirlər. Arxasınca qaçdığınız bu dünya sizə qalacaq, yoxsa siz ona qurban gedəcəksiniz? Ətrafa bir baxın, kim qaldı ki?